Ronaldinho'nun Manchester United'a keçidi demək olar ki, artıq baş tutmuşdu. 2003-cü il Ronaldinho Manchester'ın hava limanına enir. O yaşlı şəhərdə hərəkət eləyərək klubun ofisinə gəlir və Sir Alex Ferguson'la görüşür. Onlar danışıqlar apardıqdan sonra əl sıxırlar. Geriyə qalır yalnız imza atmaq. Məsələ orasındadır ki, həmin ərəfələr Beckham skandalı yaşanırdı klubda. O Real Madrid'ə transfer olmuşdu. Ferguson'a isə 7 nömrəni doldurmaq üçün süper ulduz lazım idi. Ronaldinho Manchester United'a keçəcəyindən o qədər əmin idi ki, dostu Klebersona yığaraq onun da Manchester United'a transfer olmasını istəyirdi. Ona böyük bir məbləğ təklif olunmuşdu və sanki bu transferə artıq heç nə mane ola bilməzdi. Ancaq gözlənilmədən Rooney onun dostu Sandro Rossell yığır. Onun komandası Barcelona'nın prezident seçkilərində qalib gəlmişdi. Özü isə Laporte'un vitse-prezidenti idi. O telefonda ona deyir: "Mən mərz gəlmişdim. Əgər biz utsaq, sən Barsa'ya keçirsən." Bu zəng Ronaldinho'nu təkərə salır. O pəncərədən yağışlı havaya baxır və harada daha xoşbəxt olacağını fikirləşirdi. Hər şeyi tərəziyə qoyub ölçmək istəyirdi. Yağışlı İngiltərə yoxsa günəşli Kataloniya? Seçim əlbəttə ki, Kataloniyadan yana oldu. Braziliyalılar günəşli havanı daha çox sevir. O Ferguson qarşısında üzrxahlıq edir və növbəti reyslə də Barcelona'ya uçur ki, müqavilə imzalasın. Ferguson Braziliyalının bu hərəkətindən çox əsəbləşmişdi və dərhal başqa bir oyunçu axtarışına çıxdı. Bir həftədən sonra Manchester United Sporting ilə yoldaşlıq oyunu oynayır. Orada Ferguson qıvırcıq saçlı oğlanı görür. Ardını isə siz özünüz də yaxşı bilirsiniz ki, Old Trafford'un yeni kralı kim olur? Ronaldinho Manchester United'a keçsəydi, dünya bəlkə də biz tanıdığımız Cristiano'nu heç vaxt tanımayacaqdı. Kəpənək effekti hər şeyi dəyişəcəkdi. Ola bilərdi ki, ona uyğun olmayan bir kluba transfer olsun və yaxud hər hansı bir zədə olsun, karyerasını dəyişəcək. Ona görə də ən gözəl ssenarini məhz futbol özü yazır.